Nətər edəcəksiniz, necə hiss Çox şükür edirsiniz? doktor, mən sizə təşəkkür edirəm. Sizin yanınıza bir dəfə gəlməkdən, bu iynədən sonra özümdə ən azından bədənimdəki soyuqluq itdi. Bir də yerişimdə sol ayağım tam yerə oturmağı oldu. Bir gün ərzində o hiss olundu. Bir də mən bildiyiniz kimi bina evində yaşayıram. 2 gündən sonra evdən həyətə özüm düşüb, düzdür qalxmağımda problem var, amma həyətə enməyim tam normaldır. Yəni sizin yanınıza birinci dəfə gəlib gedişdən sonra böyük təsirləri oldu, böyük fərqi hiss elədim. Müsbətə doğru Allah köməyiniz olsun. Çox sağ olun doktor. Nə gözəl. Siz binanı pilləkənlə özünüz düşə bildiniz də, Özüm botoksdan düşə sonra, bildim, eləmi? amma qalxa bilmirəm hələ ki. Əvvəllər amma düşə bilmirdiniz Yox, də. yox, əvvəllər heç yerimdən dura bilmirdim. Hə. Yəni biraz qol hərəkətlərində də fərqlilik var. Bir də qolunuz da bükülü idi də, qolunuz keçən Bəli, dəfə bəli, düzdür, bəli. belə qalmışdı. İndi Bəli. isə qolunuz açılır.